Salam uşaqlar, bugünkü dərsimiz 7-ci sinif üçün yenilənmiş qiymətləndirmə tapşırıqlarında növbəti tapşırıqların izahıdır. Əyrixətli hərəkət bölməsindən başlayaq. Fəaliyyətimizə baxaq. Sabit tezliklə fırlanan karuselin üzərindəki A nöqtəsi necə hərəkət edir? A nöqtəsi fırlandıqca çevrə cızır, yəni periodik təkrarlanan hərəkət edir. Həmin nöqtənin sürətini müəyyən etmək üçün hansı fiziki cəmiyyətlər məlum olmalıdır? Deməli, biz dərsimizdən bilirik ki, sürəti tapmaq üçün çevrənin radiusu, periodu və yaxud da tezliyini bilsək, biz onda buradan sürəti tapa bilərik. Öyrənmişdik ki, biz sürət üçün V bərabərdir 2 pi r bölünsün böyük T və yaxud 2 pi r nü kimi də yaza bilərik. Və yaxud biz 2 pi r n də yaza bilərik. Tezliyi n ilə də ifadə edə bilərik. Çevrə üzrə bərabər sürətli hərəkətdən baxaq indi. Çevrə üzrə bərabər sürətli hərəkətdə dövrətmə periodu 5 saniyə olan cismin dövrətmə tezliyini hesablayın. Tezliklə period bir-birinə tərs cəmiyyətlər olduğundan nü bərabərdir 1 böl t, bu da bərabərdir 1 böl 5. Cavabımız olar 0,2 1 bölünsün saniyə. B variantımız. Çevrə üzrə bərabər sürətli hərəkətdə dövrətmə tezliyi, tezlik vahid zamandakı dövrlərin sayıdır. B bəndi. Venn diaqramımıza baxaq. Periodik hərəkətdə vahid zamanda baş verən dövrlərin sayına bərabər olan cəmiyyətdir. Vahid zamandakı dövrlərin sayı tezlikdir. Bura yazarıq 1. Saniyə ölçəndən istifadə edərək təyin etmək olar hər ikisini. Skalyar cəmiyyətdir hər ikisi. Bura 3 də yazarıq. Periodik hərəkətdə bir tam dövrə sərf olunan zaman fasiləsidir. Bu da perioddur. Burada yazarıq 4. Deməli, cavabımız olar 4, 2, 3, 1. Deməli, 4, 1, sonra 2, 3. 4, 1, 2, 3. A variantımız uyğundur. Çevrə üzrə bərabər sürətli hərəkətdə dövrətmə tezliyi 2, 1 böl saniyə olan cismin dövrətmə periodunu hesablayın. T bərabərdir 1 bölünsün nü. Bərabərdir 1 böl 2, bu da eləyər 0,5 saniyə. Cavabımız olar A variantı. Açar sözlərdən istifadə etməklə mətni tamamlayın. Cisim çevrə üzərində müəyyən bir nöqtədən hərəkətə başlayıb, yenidən həmin nöqtəyə gəldikdə bir tam dövr edir. Bura yazarıq 4. Müəyyən zamandan sonra təkrarlanan hərəkət periodik hərəkət adlanır. Bura yazarıq 1. Çevrə üzrə bərabər sürətli hərəkətdə bir tam dövrə sərf olunan zaman dövrətmə periodu adlanır. Bura yazarıq 3. Vahid zamanda baş verən dövrlərin sayı dövrətmə tezliyi adlanır. Deməli, baxırıq cavablarımıza 4, 1, 3, 2. Cavabımız olar B variantı. 6-cı tapşırığımıza baxaq. Disk mərkəzindən çəkən ox ətrafında bərabər sürətlə fırlanır. OA 5 cm, baxırıq bura 5 cm, OB 2 cm olarsa A və B nöqtələrinin dövrətmə periodlarının nisbəti nəyə bərabər olar? Baxırıq ki, konsentrik çevrələrdir. Konsentrik çevrələrdə bura mərkəzləri eynidir, radiusları fərqlidir. Fırlandıqda eyni periodla, eyni tezliklə fırlanırlar. Disk və ya kürə üzərində olan nöqtələrin periodları da eynidir. Yəni TA TB-yə bərabərdir. Onda nisbəti olar 1. Əlavə yazaq ki, tezliklər də bərabərdir. NA bərabərdir NB. Bucaq sürətlər də bərabərdir. Omega A bərabərdir omega B. Dövrlərin sayı da bərabərdir. NA bərabərdir NB. A və B nöqtələrinin sürəti və təcili fərqlidir. 7-ci tapşırığa, deməli, burada 6-cı tapşırığımızda cavabımız olar 1. Periodlar eyni olduğundan nisbətimiz 1-ə bərabərdir. 7-ci tapşırığımıza baxaq. Hansı ifadələr doğrudur? Verilmiş radiuslu çevrə üzrə bərabər sürətli hərəkət zamanı dövrətmə periodunu 2 dəfə azaltdıqda tezliyi və bizdən gedilən yol istəyir. Deməli, tezlik periodla tərs mütənasib olduğundan periodu 2 dəfə azaldırıqsa, buradan tezliyi 2 dəfə artır. Deməli, dövrətmə tezliyi 2 dəfə artar. Gedilən yola baxaq. Bir tam dövrdə gedilən yol çevrənin uzunluğu qədərdir. 2 pi r. Deməli, buradan biz periodu artırsaq da, azalsaq da gedilən yol dəyişməz. Deməli, bir tam dövrdə gedilən yol dəyişməz. Uyğunluğu müəyyən edin. Period, tezlik. Baxaq indi. Periodun vahidi saniyədir. Bura yazaq 1, 2. Periodun vahidi saniyədir. 1 S
Tezliyin vahidi 1/saniyedir. 2'ye A. Çevrə üzrə bir tam dövrə sərf olunan zamandır. Periyod. Vahid zamandakı bir tam dövrlərin sayıdır. Tezlik. Burada D yazarıq. Vahid zamandakı sürətin dəyişməsidir. Sürət dəyişməsinə bərabər olan kəmiyyət də bu da təcilə uyğun gəlir. Demək bizə lazım olan uyğunluğa uyğun olmur. 1'ə S, B, 2'ye A, D yazarıq. 9-cu tapşırığa baxırıq. Çevrə üzrə bərabər sürətlə hərəkət edən cisim 10 saniyədə 60 dövr edir. Onun dövrətmə tezliyini hesablayın. Bilirik ki, tezliyimiz n bərabərdir. Böyük T 1 bölünsün böyük T'dir. Dövrlərin sayı ilə yazsaq bərabərdir. N bölünsün T bərabərdir. N'in yerinə 60 dövr edir. T'nin də yerinə yazarıq 10. 60 böl 10 eləyər 6 1/saniyə. 10-cu tapşırığımıza baxaq. Çevrə üzrə bərabər sürətlə hərəkət edən cismin sürət vektorunun istiqaməti verilmişdir. Bu istiqamət çevrə üzərindəki hansı nöqtəyə uyğundur? Baxırıq burada sürət vektoru sola doğru yönəlmişdir. Onda bizdə bir nöqtəsinə uyğun gəlir. Çevrəyə toxunan istiqamətdə sürət vektoru yönəlir. 5 nöqtəsində bu cür toxunandan çəkərik. 4 nöqtəsində aşağı. Burada istiqamət vermişdir. Onda biz bu istiqamətə görə təyin eləsək, istiqamət saat əqrəb istiqamətdədir. Onda bizə verilən istiqamət 3 nöqtəsinə uyğun gəlir. Saat əqrəb istiqamətdə hərəkət edir. Onda 4 nöqtəsində yuxarı doğru, 5 nöqtəsində yenə çevrəyə toxunan istiqamətdə, 1 nöqtəsində sağa doğru, 2 nöqtəsində aşağıya doğru hərəkət edər. Bu cür saat əqrəb istiqamətdə fırlanar. Bugünkü tapşırıqlarımız bu qədər. Suallarınızı rəy bölməsində yaza bilərsiniz. Sağ olun.